Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün 13-14-cü əsrin mədəniyyəti haqqında məlumat verəcəm. Burada elm, təhsil, memarlıq abidələri və tanınmış mədəniyyət xadimləri, digər şəxsiyyətlər haqqında məlumatları qeyd edəcəm. Dərsimizə keçək. İlk öncə vurğulamaq istəyirəm ki, biz hələ bundan öncəki dövrdə 11-12-ci əsrlər dövründə Azərbaycan mədəniyyətinin intibah dövrü yaşadığına şahid olduq. Yəni müəyyən qədər memarlıqda çiçəklənmə baş verdi, bir çox memarlıq abidələri inşa edildi, şəhər salma və digər sahələr inkişaf etmiş oldu. Eyni zamanda bu öz təsirini iqtisadiyyata və təsərrüfata göstərmişdi. Lakin təəssüflər olsun ki, 13-cü əsr dövründə artıq Azərbaycanın Monqolların yürüşünə məruz qalması burada bizim şəhər həyatımıza, mədəniyyətimizə və təsərrüfatımıza böyük bir zərbə vurdu. Bu zərbə zamanı yalnız təsərrüfat həyatı deyil, eyni zamanda insanlar da çox böyük zülmə məruz qalırdı və bir çox təbii ki, dağıntılar öz təsirini burada göstərmiş oldu və Monqolların Azərbaycana gəlişi ilə Monqollar burada İslam dininə xas olan məscidləri, məqbərələri, mədrəsələri artıq məhv etməyə başladılar. Yalnız özlərinin bütlərdən ibarət olan heykəllərinə sitayiş edirdilər, bütpərəstliyi yayırdılar. Çünki Monqollar özləri bütpərəst bir xalq idi. Lakin Monqollarda Hülaki dövləti yarandıqdan sonra Qazan xan hakimiyyəti dövründə Qazan xan yerli əhali içərisində və feodallar içərisində öz nüfuzunu artırmaq üçün, hörmət qazanmaq üçün İslam dinini qəbul etdi. Qazan xanın İslam dinini qəbul etməsi ilə yenidən İslam memarlıq abidələri inşa edilməyə başlandı. Yenidən İslam dininin qayğısına qalındı Azərbaycanda və əhali yenidən İslam dininə rahatca sitayiş etməyə başladı. Qazan xan özü də İslam dinini qəbul edərək Mahmud adını götürdü və bu məqsədlə də Mahmudabad şəhərini saldırdı. Ümumiyyətlə biz deyəcəyik ki, 13-14-cü əsrlər dövründə şəhər salma sahəsində iki yeni şəhər salındı ki, biri Sultaniyə şəhəri, digəri Mahmudabad şəhəri olmuşdu. Mahmudabad şəhəri Xəzər dənizi sahilində yerləşirdi. İndiki müəyyən qədər masallı və bir qədər yuxarı ərazilər, yəni torpaqları əhatə edən bir ərazi hesab oluna bilər, yəni cənub ərazilərimizdən hesab oluna bilər və yaxud da ki, biz onu Muğan Salyan kimi də götürə bilərik. Daha sonra Sultaniyə şəhəri isə üzr istəyirəm. Sultaniyə şəhəri isə bilirik ki, Hülakilər dövlətinin paytaxt şəhərlərindən biri olmuşdu. Hansı ki, Marağa, Təbriz, Sultaniyə və yenidən Təbriz şəhəri paytaxt rolunu oynamışdı. İndi keçid almaq istəyirəm 13-14-cü əsr dövrünün tanınmış mədəniyyət xadimlərinə. Burada Məhəmməd Naxçıvaninin adı qeyd olunur. Məhəmməd Naxçıvani dilçi idi. Eyni zamanda onun atası Hinduşah Naxçıvani də hər ikisi dilçilik sahəsində qiymətli əsərlər yazmışdılar. Eyni zamanda Məhəmməd Naxçıvani öz əsərlərində Azərbaycanda Darülşəfaların olduğu haqqında məlumat verir. Darülşəfa xəstəxanaya deyilirdi ki, o burada həmin dövrdə xəstəxana yaradılması və eyni zamanda dağlıxana, yəni apteklərin fəaliyyət göstərməsi haqqında öz əsərlərində məlumat qeyd etmişdi. 13-14-cü əsr dövrünün tarixçiləri sırasında Fəzlullah Rəşidəddin, Həmdullah Qəzvini, Şərafəddin Əliyəzdi, Nizaməddin Şaminin adlarını qeyd edə bilərik. Fəzlullah Rəşidəddin zaten bilirdik ki, Hülaki dövlətində baş vəzir rolunu oynamışdı Qazan xan dövründə. Fəzlullah Rəşidəddinin Cami-ət-Təvarix əsəri, tarixlər toplusu əsərində qiymətli məlumatlar yer almışdı. Monqol dövrünə və Azərbaycanın 13-14-cü əsrlər dövrünə aid məlumatlar yer aldı və məhz Fəzlullah Rəşidəddin tərəfindən ilk Darülşəfaların yaradılması 14-cü əsr dövründə Azərbaycanda baş vermişdi ki, biz ilk Darülşəfaların yaradılmasını Fəzlullah Rəşidəddin adı ilə bağlayırıq. O həm alim, həm dövlət xadimi, həm də təbib olmuşdur. Həmdullah Qəzvini bu dövrün tarixçisi idi, eyni zamanda Şərafəddin Əliyəzdi də və bu dövrün tarixçilərindən biri də Nizaməddin Şami idi ki, Nizaməddin Şami Monqollar dövrünə və Əmir Teymur dövrünə aid qiymətli əsərlər yazmışdı. Nəsrəddin Tusi, qəbri üzərində elm ölkəsinin şahı yazılan şəxsiyyət. Nəsrəddin Tusi böyük bir astronomdur, eyni zamanda bu dövrün tanınmış alimlərindən biridir. Onun rəhbərliyi altında 1259-cu ildə Marağa şəhərində rəsədxananın inşa edilməsi başlandı. Bu rəsədxana 1271-ci ildə inşası başa çatdı və Nəsrəddin Tusi özü Hülaki xanın məsləhətçisi, onun oğlu Abaqa xanın vəziri rolunu oynamışdı.
Nəsrəddin Tusinin əsərlərinə gəldikdə onun Təhrir-i Öqlidis, Zicr Elxani, Əxlaq-ı Nasir əsərləri vardır. Təhrir-i Öqlidis Evklidin şərhi deməkdir ki, bu əsərdə o yəni həndəsəyə dair qiymətli məlumatlar qeyd etmişdir. Zicr Elxani, Elxani cədvəlləri adlı əsərində o ulduzların orbitinin hazırlanması haqqında qiymətli məlumatlar qeyd etmişdir. Əxlaq-ı Nasiri əsəri isə əxlaq fəlsəfəyə dair məlumatları özündə əks etdirirdi. Bu dövrün coğrafiyaçılarına gəldikdə Zəkəriyyə Qəzvini, Həmdullah Qəzvini, Əbdürrəşid Əl-Bakuvinin adını qeyd edə bilərik. Hətta xatırlayırsınızsa əgər Əbdürrəşid Əl-Bakuvi haqqında biz hələ ilk dövlət qurumlarını öyrənərkən belə bir məlumat əldə etmişdik ki, o qeyd edirdi ki, Səhənd dağı ətrafında lazurit mədənləri var, yəni lacivərd mədənləri və biz artıq burada məlumat həqiqətən təsdiqləyə bilirik ki, hələ qədim dövrdə eramızdan əvvəl 3-cü, 2-ci minilliklər dönəmində Kuti, Lullubi, Aratta ərazilərindən lacivərd mədənləri olduğu və bunun Şumerlərə aparılması faktının doğruluğunu təsdiqləyirik. Daha sonra Əsirəddin Əndəlüsi adlı şəxsin adı qeyd olunur. Türk dilinin dərk etmə kitabının müəllifi idi. 2300 sözü əhatə edən bir lüğət idi. Türkçə, ərəbcə bir lüğət idi ki, onun müəllifi Əsirəddin Əndəlüsi olmuşdur. Müasir dövrümüzə qədər də istifadəsi, yəni həyata keçirilmişdir ki, çox qiymətli bir kitab kimi qeyd oluna bilər. Mahmud Şəbüstəri bu dövrün filosofudur. Fəlsəfəyə dair qiymətli əsərlər yazmışdır. İzzəddin Həsənoğlu isə ilk dəfə 13-cü əsr dövründə yaşanmış şairdir ki, ilk dəfə Azərbaycan dilində dövrümüzə qədər gəlib çatmış ilk şeirin müəllifi sayılır. Bundan başqa olacağın digər məqamları deyəcəm. Bir dəqiqə videomuza baxım görüm. Davam edirik, bəli. Bundan başqa biz deyəcəyik Səfiyyəddin Urməvi, Əbdülqadir Marağayev bu şəxsiyyətlərin adını, notlar sisteminin əsasını qoyan, bunu səs düzümü ilə qaydaya salan, Azərbaycan musiqisinə öz töhfəsini verən əsas şəxsiyyət 13-cü əsr dövründə Səfiyyəddin Urməvi olmuşdur. Səfiyyəddin Urməvinin işini davam elətdirdi Əbdülqadir Marağayev adlı şəxs 13-cü əsrin sonu, 14-cü əsr dövrü və 15-ci əsr yaxın bir zaman ərzində bunu Əbdülqadir Marağayev davam elətdirdi. Hər ikisi şəxsiyyətdə Səfiyyəddin Urməvi də Əbdülqadir Marağayev də Azərbaycan musiqi sisteminə öz töhfələrini vermişdi. Bundan başqa vurğulamaq istədiyim məqam budur ki, yalnız Marağada deyil, eyni zamanda bu dövrdə 14-cü əsrdə Təbrizdə də Şam Qazan rəsədxanası inşa olunmuşdu. Hər iki rəsədxana Azərbaycan tarixinə aiddir və burada Təbrizdə Rəb Rəşidi məhəlləsində Rəb Rəşidi mədrəsəsinin yaradılması haqqında məlumat qeyd etmək istəyirəm ki, 14-cü əsrdə Fəzullah Rəşidəddin tərəfindən tikilmiş, inşa edilmiş, belə deyim, onun rəhbərliyi altında inşa edilmiş Təbrizdəki Rəb Rəşidi mədrəsəsi şərqdəki Bağdaddakı Nizamiyə mədrəsəsindən sonra şərqdə ikinci ali təhsil müəssisəsi hesab olunurdu. Burada dünyəvi və dini elmlər tədris olunurdu və burada bir çox sayda tələbələr təhsil alırdı. Eyni zamanda astronomiyaya, tibbə, coğrafiyaya dair məlumatlar qeyd olunmuşdu. 13-14-cü əsrlər dövrünün mədəniyyətinə gəldikdə burada belə bir məlumatı qeyd etmək istəyirəm ki, artıq bu dövrdə Şərqin miniatür mərkəzlərindən biri Təbriz şəhəri idi ki, Təbriz xalçaları ilə məşhur idi. Təbriz xalçaçılıq məktəbi yaradılmışdı və Azərbaycan xalçaları digər ölkələrə ixrac edilirdi. Bundan başqa 13-14-cü əsr dövrünün memarlıq abidələrinə gəldikdə Təbriz memarlıq məktəbinin əsası qoyulmuş oldu. İlk öncə deyəcəyik ki, deməli, Bakıda inşa edilmiş 13-14-cü əsrlər dövrünün mədəniyyət abidələri içərisində Nardaran qalası, Ramana qalası, Mərdəkandakı dairəvi qala və Bayıl qalasını vurğulaya bilərik. Bundan başqa bu dövrə aid Sultaniyədə Olcaytu Xudabəndə türbəsi, daha sonra Təbrizdə Əlişah məscidi və ya Ərk qalası da adlandırırıq ki, Elxani vəziri Tacəddin Əlişahın şərəfinə inşa edilmişdir, onun adını çəkə bilərik. Bundan başqa biz deyə bilərik bu dövrdə Naxçıvanda Gülüstan türbəsi, bunu çox xahiş edirəm qarışdırmayaq, çünki Gülüstan qalası da var, Gülüstan türbəsi də var. Gülüstan qalası 12-ci əsr Şamaxıya aiddir. Gülüstan türbəsi isə 13-14-cü əsr Naxçıvana aiddir. Naxçıvanda Başdağ kompleksi və ya Qarabağlar türbəsi deyirik ki, bu dövrün memarlıq abidəsi içərisində verilə bilər. Bundan başqa bu dövrdə biz
deməli, memarlıq abidələrinin haqqında əsas bunları vurğulayacağıq. Bir də bir məqam vurğulayım. Bir dəqiqə telefona baxım. Aha. Davam edirik. Müharibə Rəsədxanasının adını qeyd etmişdim. Bu saydıqlarımın hər biri memarlıq abidələri içərisində verilə bilər. Bir də iki əsas başqa əşyalar var ki, 1319-cu ildə Sultan Əhməd tərəfindən hazırlanmış bədii kasa hal-hazırda Londonda Victoria və Albert muzeyində saxlanılır. Bir də vurğulamaq istəyirəm, 1399-cu ildə Teymurun sifarişi ilə Əbdüləziz İbn Şərafəddin tərəfindən hazırlanmış o Tiyan ki var, hansı ki həmin Tiyan bu dəqiqə Qazaxıstanda, Türkistan şəhərində Əhməd Yasəvi türbəsində saxlanılır. Bunlar bu dövrün memarlıq, daha doğrusu maddi mədəniyyət nümunələri içərisində qeyd oluna bilər. Saydıqlarımın hər biri 13-14-cü əsrlər dövrünə aiddir. Ümid edirəm ki, dərsi anlaya bildiniz. Sadəcə olaraq biraz adlar çoxdur və ya da saxlamaq çətindir. Ona görə siz bunu dəfələrcə tez-tez təkrarlayasınız ki, yadda saxlaya biləsiniz. Oldu, sağ olun. Növbəti dərslərimizə görüşənədək.